Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun. Yenidən mərciməkli çörəklə qarşınızdayım. Bu dəfə yeni tərkibinə yeni şeylər əlavə etmişəm. Həmçinin keks qəlbini də hazırlamışam. Keçən videoda paylaşdığım kimi mərciməyi əvvəlcədən suda islatmaq, ya gecədən ya da ki 4-5 saat ərzində qaynar su tökərək mərciməyi yumşaltmaq lazımdır. Buralarını göstərmədim. Artıq mərciməyimi yumşaltmışam və blenderdə başlayıram xırdalamağa. Bu çörəyi hazırlayıb istifadə etdiyiniz zaman görəcəksiniz ki, çörəyə olan istək azalır və tamamilə tox saxlayır. Beləliklə mərciməyimizi 2 hissəyə bölüb blenderda xırdaladım və bundan sonra digər ərzaqlarımızı içərisinə əlavə edirəm. Keçən videoda olduğu kimi dəyişmədiyim ərzaqlar yumurta, qatıq, duzdur, ancaq yeni əlavə etdiyim ərzaqlar isə pendir və nanə qurusudur. Kanalımı bəyənib məni izləyirsinizsə, bircə düymə sıxmaqla kanalıma abunə olub mənə dəstək ola bilərsiniz. Həmçinin şərh bölməsində öz fikirlərinizi və yaxud da gələcək videolarımda hansı reseptləri paylaşmamı istəyirsinizsə onu qeyd edə bilərsiniz. Unutdum deməyi, həmçinin bir diş sarımsağı və bir yaşıl bibəri xırda-xırda doğrayıb çörəyimə əlavə etdim ki, həm dadını yaxşılaşdırsın, həm də keyfiyyətini. Ədviyyatları da özünüz qərarlaşdıra bilərsiniz. İstədiyiniz zövqünüzə uyğun olan ədviyyatı əlavə edib çörəyinizi dadlandıra bilərsiniz. Kətan toxumu, nanə qurusu, zeytun yağı, sarı kök əlavə edib yenidən blenderimizi işə salmağa başlayırıq. Bütün ərzaqlar həll edildikdən sonra artıq bişirməyə başlayırıq. Bunun üçün keks qəlbimizi yağlayırıq, unlayırıq və ən dip hissəsinə kətan toxumu, varsa ağ küncüt və yaxud da ki çörək, qara çörək otu əlavə edib xəmirimizi üzərindən əlavə edib bişiririk. Sobalar fərqlidir. Məndə alt göz qaz, üst göz elektrikli olduğundan alt gözü biraz qısıram, üst gözü isə 180 dərəcəyə qoyub çörəyimi bişirirəm. Bu proses məndə təxminən 40-45 dəqiqə çəkdi. Çörəyimizin bişib-bişməməyini kibrit çöp vasitəsilə yoxlaya bilərik. Artıq bişməyə qoyuruq. Budur, artıq çörəyimiz hazırdır. 5 dəqiqə, 10 dəqiqə soyumağa qoyub keks qəlbindən çörəyimizi çıxarırıq. Evdə blender olan hər kəs mütləq bu resepti bir dəfə də olsa sınamalıdır. Hətta blender olmasa belə ətçəkən maşında mərciməyimizi keçirdib çörəyimizi hazırlaya bilərik. İnanın mənə o qədər dadlıdır ki, hətta ağlınıza belə gəlməyəcək ki, mərciməkdən belə dadlı çörək alınır. Hər kəsə bu resepti hazırlamağı məsləhət görürəm. Buraya qədər məni izləyən hər kəsə təşəkkürümü bildirirəm. Sağ olun, sağlıqla qalın. Gələn videolarımızda görüşənədək.